Salam dəyərli abituriyentlər, bildiyiniz kimi ödənişsiz WhatsApp qruplarımıza gündəlik olaraq suallar, həmçinin esse nümunələri, esse sualları atılır və qrammatik sualların izahları YouTube kanalımızda paylaşılır. Linkdən keçid edərək WhatsApp qruplarımıza qoşula bilərsiniz. Əgər sonradan qoşulmusunuzsa, əvvəlki suallardakı izahları ilə birgə YouTube kanalımızdan tapa bilərsiniz. Gəlin davam edək növbəti 10 sualımızla. Bugünkü mövzumuz passive voice olacaq. Yəni məchul növ. İlk öncə passive voice-un quruluşu ilə bağlı deyim ki, necə işləməliyik və imtahan tipi tam bu tipdə olur. Yəni tam bu test tipində. Və ilk öncə hardan başlamalısınız? Qaydaya ötəri keçid edək. Feildən sonra gələn bizim tamamlığımız olur. Tamamlıq əvvələ keçir. Feilimiz məchulluq alır. Necə alır? Onu da qaydasını testlər üzərində göstərəcəm. Və mübtədamız cümlədə işlənmir. Əgər işlənirsə, by ilə işlənər. Bydan sonra gələr, yəni mübtədamız. Subject, yəni. Bunu təkcə işlədə bilmərik. Həmçinin we kimi yox, obyekt əvəzliyi. Burada şəxs əvəzliyidir. Cümlənin sonunda obyekt əvəzliyi kimi işlənir. Gəlin elə ilk sualımızdan başlayaq. Yenə deyirəm. Xəbərdən sonra gəlir these tourists. Yəni tamamlıqla cümləyə başlayırıq. B ilə C çıxdı. Daha sonra have met görürük. Have met bilirik ki, indiki bitmiş zamandır. İndiki bitmiş necə düzəlir? Have, bir dəqiqə. Have, has, plus been, plus verb 3. Yəni feilin üçüncü forması past participle to. Yəni verb 3 yazıram ki, daha yaxşı başa düşəsiniz. İndi ona görə doğru cavabımız Y variantı olur. Burada verb-in gəlir. Onu unutmayın ki, to be plus been olmaz. Yəni bu üstə gələn xəttəyim. A variantın səhvi isə A variantı əslində doğru quruluşdur. Amma belə deyim, bu zamanımıza uzlaşmır. Burada indiki bitmişdi, bu indiki sadədir. Ona görə doğru cavabımız Y variantıdır. İkinci suala baxırıq. Bu sual tipi də düşə bilər. Şərtə diqqətlə baxın, deyir ki, can be changed. Yəni ki, passive voice çevrilə bilər. Az öncə nə dedim? Xəbərdən sonra tamamlıq olmalıdır ki, çevirə bilək də. Görək tamamlığı olmayan cümlələrimiz varmı? Discovereddən sonra an underwater mountain chain. Burada tamamlığımız var. Bu çevrilə bilər. Həmçinin digər cümləyə baxırıq. There is, there are ilə başlayan cümlələr passive voice-də işlənmir. Həmçinin cümlənin sonunda sifət varsa, o da passive voice-də işlənmir. Burada baxırıq ki, today the number of tall buildings increases. Increasesdən sonra zərfliyimiz gəlib, bizim tamamlığımız yoxdur. Bu ona görə işlənməz. Həmçinin 1 və 4-də görürsünüz ki, build-dan sonra tall buildings. Bizim tamamlığımız gəlir, məchulda işlənər. 2-nin səhvi nədir? There has been. Bu olmuşdur, yəni var olmuşdur mənasındadır. Ona görə vardır mənaya gəlir deyə bu da işlənməz. Gəlin bunların tərcümələrinə də baxaq. Deyir ki, alimlər sualtı dağ silsiləsini kəşf eləmişdilər. Biz deyə bilirik də, sualtı dağ silsiləsi kəşf edildi. Bunu deyə bilirik də. Ona görə məchulda işlənə bilir. Həmçinin 4-də də deyir ki, şəhəri planlayan şəxslər hündür binalar tikdilər. Biz deyə bilirik də, hündür binalar tikildi. Kimsə tərəfindən tikildi. Ona görə 1 ilə 4 doğru cavabdır. Amma 2-də isə deyir ki, okeandakı araşdırmaların miqdarı artmaqdadır. Artırılmaqdadır. Yəni burada artmaqdadır, var olmaqdadır mənasındadır. Bundakı var olmaqda biz var olunmaq deyə bilmirik deyə. Yəni məchula çevrilmir. Həmçinin burada da 3-də də deyir ki, today bugün deyir, yəni hündür binaların sayı artır.
nəsə artırılır deyə bilmirik axı. Hündür binaların sayı artır, yəni özü artır. Bunu biz məhsula çevirə bilmirik. Kimsə tərəfindən ola biləcək bir şey yoxdur burada. Amma 1 ilə 4 uyğundur. Daha sonra 3-ə baxırıq. 3-də eyni şəkildə will send-dən sonra me gəlir. Me az öncə dediyim kimi əgər şəxs əvəzliyidirsə o çevriləcək obyekt əvəzliyinə. Obyekt isə o çevrilir şəxs əvəzliyinə. İndi bu obyekti gələcək şəxs əvəzliyinə olacaq I. My friends ilə cümlə başlamaz. Daha sonra would olmaz. I-dan sonra nə gələr? Shall gələr. Həmçinin passive voice-də will-dən sonra be, will shall-dən sonra be tələb olunur. Daha sonra feilimizin 3-cü forması, yəni ki send. İndi bizə 2 dənə doğru cavab qalır. Bir B variantı, bir C variantı. Az öncə mən demişdim ki, mübtədamız by ilə işlənməlidir. Ona görə doğru cavabımız B olacaq. C variantının səhvi by-a görədir. D variantının səhvi isə send-dir. Bu feilin 3-cü forması deyil deyə götürmürəm D-ni. Əslində feilin 3-cü forması əslində olmalıdır. Və bir şeyi də nəzərə çatdırmaq istəyirəm ki, mən bir öncəki videoda izahda dedim ki, will-dən sonra feil gələr, amma will be-dən sonra isə will be, shall be, shall be-dən sonra isə ad bildirən sözlər gələr. Məsələn, isim, sifət, plus noun, yəni say, bu cür sözlər, yəni ad bildirən sözlər gələr. Bəs deyəcəksiniz ki, necə olur burada will be, shall be-dən sonra feil gəlir? Bu məhsulda ancaq uyğundur. Yəni məhsul qaydasına görə will be, shall be-dən sonra feilin 3-cü forması gəlir. Yəni onu da sizin yazın. Shall, will, plus be, plus verb 3, yəni past participle to. Bu məhsulun gələcək zamanda işlənmə formasıdır. Doğru cavabımız B variantı oldu. Gələk 4-cü suala. Yenə şərtə fikir verin. Burada deyir ki, can't be changed. Yəni çevrilə bilməz. Burada unexpected görürük, yəni gözlənilməz. Bu sifətdir deyə çıxır. Həmçinin cümləni tərcümə edib də görə bilərsiniz. Deyir ki, onun məqsədi gözlənilməz idi. Yəni burada feildən sonra biz tamamlıq görmürük. Bizim yəni burada məhsula çevirə biləcəyimiz heç bir şey yoxdur. Ona görə 4 çıxdı. Daha sonra hava ilə bağlı cümlələr məhsula çevrilmir. Çünki hava heç kim tərəfindən idarə olunmur. Yəni ona görə 3-ü də çıxırıq. Hava deyir soyuq idi. Daha sonra invent görürük. İxtira edildi. Kimsə tərəfindən ixtira edilir də ilk kağız. Yəni bizim burada tamamlığımız var. Tamamlıq yəni məhsula çevirməyimizə imkan yaradır. Ona görə 2 də doğrudur. Həmçinin translate-dən sonra, yəni xəbərimdən sonra tamamlıq gəlir. This article, bu məqalə. Yəni bunu da məhsula çevirə bilirik. Yəni bir sözdə tamamlığımız varsa məhsula çevirə bilirik. Doğru cavabımız 1, 2. Hava ilə bağlı olanlar, sonunda sifət gələnlər, there is, there are ilə olanlar məhsula çevrilməz. Bunları qeyd kimi götürün. Daha sonra yenə bu tipli suallar çox düşür. Nə edirik? İlk öncə xəbərimizə baxırıq və burada last year gördünüz. Last year varsa demək keçmiş zamandır. Keçmiş zamandakı was were-dur da, yəni was were plus verb 3. Burada been falan olmaz. Bunun üstündən qara ilə xətt çəkim. Nə edəcəyik? Tukdan sonra these photos. Bu bizim olacaq nəyimiz? Tamamlığımız. Bu gəlir qabağa. C variantını çıxırıq. D variantını çıxırıq. Daha sonra gəlir bizim to be-miz. Burada to be gəlməyib deyə Y variantı çıxır. Burada are gəlib. Are indiki sadədir. Biz keçmiş zamanla işləyirik. Ona görə A variantı çıxdı. Were-dən sonra görürsünüz feilimizin 3-cü forması taken gəlir. Take, took, taken. 3-cü forma gəlir. Daha sonra mübtədamızı, baxın mübtədamızı by ilə işlədib. By ilə. Yəni bu doğrudur. Doğru cavabımız oldu B variantı. Deməli. Bu sual çox sadədir. Sadəcə qarışdırıla biləcək bir sualdır deyə bunu da əlavə elədim. Baxın, burada
gördünüz bayı. Deməli bizdən passive elə şərtdən göründüyü kimi passive voice tələb olunur. Passivdə olan xəbər deməli xəbərin to be-si olmalıdır. Yəni covers indiki sadə zamanda. Burada məhsulluğu göstərəcək, məhsulluğun əlaməti ola biləcək heç nə yoxdur. Yəni to be-miz yoxdur, has yoxdur. A variantı çıxdı. Daha sonra has covered keçmiş bitmişdi. İndiki bitmiş, daha doğrusu indiki bitmişdi. İndiki bitmişin məhsuluna necə çevirərik? Been ilə. Been yoxdur. Has been covered olardı məhsula çevirmək üçün. Ona görə bu yəni aktiv formatdır, passiv forma deyil. Ona görə Y variantı da getdi. Bunlar doğrudur. Daha doğrusu yəni quruluşsa doğrudur. Amma səhvlər var. Hansı səhvlər var? Əslində deyirik ki, to be, is, are, was, plus verb 3. Yəni feilin 3-cü forması da. Yəni burada qrammatik olaraq heç nə yanlış deyil. Amma bu cümləyə uyğunluğuna baxsaq, Lake təkdədir. Are xəbərlə, yəni cəm xəbərimizlə uzlaşmaz. C variantı getdi. Every görürük cümlədə. Hər qış. Yəni adət halını almış hərəkətlər indiki sadə zamanda işlənir. Was isə keçmişdədir. Ona görə D-də getdi. Doğru cavabımız B variantı. Daha sonra gəldik 7-ci suala. Cümlədə drew görürük. Xəbərimiz keçmiş zamandadır. Those beautiful drawings. Bu isə bizim olur tamamlığımız. Bu gözəl yəni şəkillər. Bizə deyir ki, bu gözəl şəkilləri kim çəkdi? Biz deməliyik ki, bu gözəl şəkillər kim tərəfindən çəkildi? Məhsula bu cür çevirməliyik. Burada who-dursa ya by whom olacaq, ya da ki who by. Cümlənin sonunda da who by ya da ki by whom cümlənin ardı. İndi baxırıq. Was-dan sonra dedim ki been gəlməz. To be-dən sonra been gəlməz. Variantlara baxırıq. Burada are görürük. Are indiki zamanın göstəricisidir. Y variantı da çıxdı. Daha sonra gəlin cümləni özümüz qurmağa çalışaq. Ya who yazırıq, ya by whom yazırıq. Yəni qabağa hələ ki BC, D variantı düz gəlir. Daha sonra neyi? Tamamlığımızı yazırıq. Burada who-dan sonra were gəlib. Yəni to be-nin forması gəlib. Daha doğrusu birinci to be gəlir, sonra tamamlığımız gəlir. Daha sonra isə feilin 3-cü forması gəlir. Doğru cavabımız olacaq B variantı. C-nin səhvi nədir? Köməkçi feilimiz olan to be ilə feilin 3-cü forması, yəni əsas feilimiz yan-yanaşı gəlməz. Əgər sual cümləsidirsə və məhsula çevirməliyiksə, köməkçi feil və əsas feili yan-yana işlətməməliyik. Yəni bir sözlə köməkçi feil plus bizim tamamlığımız, plus əsas feilimiz. Yəni bu cür olmalıdır arıcılıq. Burada da eyni şəkildə were-dən sonra drown gəlib, yəni ki köməkçi feil və əsas feil yan-yana gəlib. C və D variantlarının səhvi bunlardır. Keçək növbəti suala. Növbəti sualda bir növ ona oxşuyur. Yəni ikisi də sual cümləsidir. Were gəlib başda. Daha sonra görürük did. Did varsa keçmiş zamanda olmalıdır. Hələ ki gözümə indiki zaman və yaxud da gələcək zaman dəymir. Daha sonra baxıram əsas feilimə. Əsas feilimdən sonra gələn sözüm mənim tamamlığımdır. Cümlə arıcılığı necə olacaq? Were plus köməkçi feil, az öncə dediyim kimi, plus tamamlıq plus əsas feil. İndi burada they gəlib. Mən demişdim axı, they sonda by them kimi işlənər. By them. Yəni by ilə işlənər. They-dəki şəxs əvəzliyidir, çevrilir obyekt əvəzliyinə. Yəni sonda bu şəkildə gələ bilər. Qabaqda gələ bilməz məhsuldan. Daha sonra burada them gəlib, amma by'ımız yoxdur, çıxdıq. Daha sonra yenə burada they təkcə işlədib, C variantı da getdi. Was-dan sonra dedim ki, been gəlməz, A variantı da getdi. Doğru cavabımız B variantıdır. Gəlin biraz cümləni analiz edək. Sual sözümüz, köməkçi feilimiz, tamamlığımız və mübtədamız. Burada
Sonda əsas feildən sonra qaraladım. Əsas feildən sonra by them də gələ bilər. Yəni belə bir variant da olsa o da doğrudur. Əsas odur ki, by ilə işlənsin. Yəni işi icra edən sözün qabağında by olsun. By'ın da iki mənası, yəni tərəfindən deməkdir də. Daha sonra son 2 sualımız qaldı. 9-cu suala baxaq. Nə deyir? Passive voice-də olan doğru cümlələri seç. Is late. Late gec deməkdir. Bizim cümləmiz məhsulda olmaq üçün is plus verb gəlməlidir. Feilin 3-cü forması. Late isə belə deyim, zərfdir. Deyir ki, Mr. Brown görüş üçün gecikmişdi. Yəni gəlişi onun gec idi. Bu məhsul ola bilməz. Çünki bizim burada əsas feilimiz yoxdur. Həmçinin tamamlığımız da yoxdur. Daha sonra yəni məhsulluğun göstəricisi bu şəkildə olmalı idi. Daha sonra görürük the message, yəni tamamlığı qabağa keçiriblər. To be, daha sonra əsas feil, bu doğrudur. Tərcüməsinə baxaq. Deyir ki, mesaj yazıldı. Kimsə tərəfindən, yəni yazılıb da, doğrudur. 3-ə baxırıq. Mən deyir, valideynlərimə, nənə-babalarıma, yəni baş çəkdiyim, işi icra edən mənəm. Yəni kiminsə üzərində iş icra olunmur. Ona görə 3 yanlışdır. Daha sonra 4-ə baxırıq. Deyir ki, the children were taken. Uşaqlar deyir, götürüldü. Zooparka götürüldü. Kimsə tərəfindən götürülüb. Tamamlığımız, köməkçi feilimiz, əsas feilimiz, hər bir yerində deyə 4 də doğrudur. İndi 5-ə baxırıq. 5-ə baxıb deyirsiniz ki, belə deyim, köməkçi feilim, daha sonra feilin 3-cü forması taken. Amma mən demişdim ki, cümlənin sonunda sifət olanda həmin cümlə passivdə olmaz. İndi deyəcəm niyə olmaz? Burada cümlə əslində biraz qarışıqdır. Deyir ki, the children happy. Siz bu cümləyə belə baxın. Were the children happy. Bu o deməkdir ki, uşaqlar xoşbəxt idi. Bu o deməkdir. İndi gəlin bu taken to the zoo. Bunun mənasını izah edeyim. Bu burada uşaqlar sözünü izah eləyir. Hansı uşaqlar? Taken burada götürülmüş mənasına gəlir. Yəni ki, zooparka götürülmüş. Zooparka götürülmüş uşaqlar xoşbəxt idi. İndi deyəcəksiniz ki, uşaqlar kimsə tərəfindən götürülüb də. Xeyr, bu burada feili sifət rolunu oynayır. Parka götürülmüş uşaqlar. Bizim əsas belə deyim, passive voice göstəricimiz nə vaxt olardı? Bu verb-dən sonra burada bir dənə verb 3-üm gələrdi. Yəni feilin 3-cü forması gələrdi. Amma feilin 3-cü forması gəlməyib, baxı, happy gəlib, sifət gəlib, adjective gəlib, yəni. Ona görə bu yanlışdır. Yəni bunun mənası o olur ki, zooparka götürmüş uşaqlar xoşbəxt idi. Taken isə feili sifət rolundadır, uşaqları təyin eləyir. Yəni məhsulluq yoxdur. Məhsulluq 1-2-də var, 1-4-də var. Doğru cavabım olacaq C variantı. Daha sonra son sualımıza gəldik. Burada nə deyir? Passive voice yaratmalıyıq. Hansı halda yarada bilərik? Is asking. Bu görürsünüz ki, indiki davam edici zamanda. Bu necə məhsulda olar? Is plus being plus verb 3. Yəni ki, asked. Baxın, bu şəkildə olmalıdır. Ona görə 1 yanlışdır. Will be asked düzdür, 2 doğrudur. Willdən sonra be gəlib, daha sonra feilin 3-cü forması gəlib. Asked olmaz, bu keçmiş sadədir. Məhsul olmaq üçün qabağında bunun nə olmalıdır? To be-si olmalıdır. Yəni 4-cü variantımız doğrudur. To be plus verb 3. 2 doğrudur, 4 doğrudur. Has asking, belə bir şey yoxdur ümumiyyətlə. Yəni bu tamamilə səhvdir. Hansı halda olar? Has asking-i biz belə yaza bilərik də. Has been asking. Bu olacaq indiki bitmiş davam edici.
Bu hələ aktiv formada. Bunun passivi belə olacaq. Has been being asked. Yəni bu imtahana düşməz, sadəcə deyirəm. Yəni belə bir forma yoxdur. İndiki bitmiş davam edici zaman bu cür olar, aktiv formasıdır. Passivi isə bu şəkildə olar. Bu isə inanmıram deyim, yəni səviyyəsində imtahanlara düşsün sual kimi. Ən çox gözlədiyim sual bu da deyil. Ən çox gözlədiyim sual, yəni çətin versiyası bu tipdə olar. Yaxud da bu tipdə olan suallar. Bunların da ki uzunluğuna baxmayın. Yəni bir dənə tamamlığı qabağa qoyursunuz. Feilimizi də ki ilk öncə to be varsa to be'sini yazırsınız və yaxud da ki have has. Have has isə özündən sonra been gələr. Əgər to be isə özündən sonra been gəlməz. Həmçinin əgər mübtədamız varsa, yəni mübtədanı by ilə yazmalıyıq. Mübtədanı qabaqda yaza bilmərik, by-sız yaza bilmərik. Yəni ümumi olaraq bunlara diqqət yetirməlisiniz. Növbəti sualların da izahları paylaşılacaq. İzləmədə qalın. Sağ olun.